Selam dostlar, hoş gördük. Bu videomuzun konusu Mahmud Əli bəy Çehriqanının son həftələrdə bir interneti, televizyonu ilə danışığı haqda olacaqdır. Bəzilərinin əlbəttə bu sual düzələ bilir ki, ne üçün biz Mahmud Əli bəyin o danışıqlarını ciddi alıb və ona qarşı ya onun haqqında mövzu tutmamız lazım, ya onu analiz etmemiz lazım və nə üçün onun analizi və ya yorumlaması bu qədər mühümdür ki, vaxtimizi ona qoyaq. Amma bir tərəfdən də mənim baxışıma görə Mahmud Əli bəy Çehriqanının geçmişi, yaxın geçmişi, geçən 20 ilin içində bir müəyyən rol içində olması, ələlxüsus o zamanki içəridə idi və Azərbaycanda məclisə kandid idi və bu hərəkatı orada o zaman Mahmud Əli bəy Çehriqanının bir önəmli rolu olmasını və hərəkatın ümumiyyətdə genişməsinə və məclis söyləminə çevrilməsi və milli haqları bir məclis nümayəndə kandidi dilə gətirməsi çox önəmli idi və çox ciddi bir rol oynamışdı. O zaman da biz Mahmud Əli bəy Çehriqanının məclisdə kandid olma fəaliyyətlərinin hamısını Tribun dərgisində zənn edirəm 2-ci nömrəsi idi, yaymışdıq. Amma son zamanlarda əlbəttə baxmayaraq ki, Mahmud Əli bəy Çehriqanını son zamanlarda çox sakit, xəbərsiz, hətta fəaliyyətsiz, meydanda görünməyən nə qələm vasitəsilə, nə qədəm vasitəsilə, amma bəzən görünür ki, o yanda bu yanda bəzi intervyulara dəvət olur və oralarda intervyu verirlər. Bildiyiniz kimi, amma orada danışmaq tərzi, ədəbiyyat və qonular ki, orada onun Mahmud Əli bəy Çehriqanının danışığında ələ alınır, çox ciddi və önəmli qonulardılar. Yəni, Türk xalqının hərəkatına İranda etkiləyən qonulardılar. Ona görə mən istərdim ki, ən azı burada qısa da olmuş olsa, Mahmud Əli bəy Çehriqanının o danışığının bəzi yönlərinə diqqət çəkib və fikrimi onların haqqında söyləyim. Birinci və çox çarpıcı olaraq Mahmud Əli bəyin işlətdiyi dil və ədəbiyyatdır bu danışıqda. O danışığın konusu Azərbaycan Cumhuriyyətinin Cumhurbaşqanını ələşdirmə konusudur. Amma məncə kim nə qarşı olursa və nəyə ələşdirirsə önəmli deyil. O başqa konudur yəni. Ən önəmli konu olan, istifadə olan dildir. Yəni, İranda yaşayan Türklərin siyasi fəalları, adlım adamları, hətta meydana çıxıb və o dildə danışması, mədəniyyətlə, demokrasi ilə, insan haqları ilə, heç bir uymayan bir dillə konuşma, hətta bir çoxlu bir agresiv bir havada, çox belə duygusal, agresiv bir havada konuşmaq heç yararlı hərəkatımıza deyildir. Yalnız o deyil. Zənn edin ki, bu danışığı, o ağızdan çıxan sözləri, o çirkin, o hətta belə normal insanların küçədə danışılmayan, danışıb ağzına gətirməyən sözləri siyasi ədəbiyyatı bir tənqid və ya bir yorum proqramında dilə gətirmək yalnız yaramazlığı deyil, bəlkə bir xalqın hərəkatını ciddi ziyana uğratması söz konusudur. Mahmud Əli bəy Çehriqanının istifadə elədiyi dili bir normal, siyasi, düşünülən, anlaşılan bir dil deyil. Çox şiddət, ihanət edici və bizim üçün
tamam Azərbaycanda və ya İran çapında Türk aktivistlər üçün utandırıcı bir dildir. Hər halda hər nə isə o dildən istifadə etməyi biz hamımız, yəni Azərbaycanda və İranın tamam çapında türklərin aktivistləri, xaricdə olanlar hamısı geniş vasitələ onu qınamalıdırlar. O dilə qulaq asan insan, baxmayaraq hər bizim öz insanımız olsa və ya başqa insanlar, başqa xalqlardan o dili bilən insanlar ona qulaq assalar, ülküdücü bir dil, şiddət dili, ittiham, töhmət, iftiracı bir dil heç bir uyğun bir dil deyil. Bir demokratik hərəkata, milli bir demokratik hərəkata heç uyğun deyil, hətta ona ziyan verici bir hərəkətdir. İkinci konu ki, Mahmud Əli bəyin danışıqlarında çox çarpıcıdır. Faal insanların, Türk faal insanların adını çəkmə, müxaliflərinin adını çəkmə və onları qaralama, ittiham yağma və çox geniş vasitədə inanılmaz dərəcədə ittihamlar yağdırmadır. Bu hərəkət Avropada və Amerikada olan bir iş deyil ki, otursun bir nəfər videonun dalısında, bir televizyonun dalısında ağzından çıxan ittihamları və ağzından çıxan töhmətləri birinə yağdırsın və cavabsız qalsın. O açıdan da əgərsə hüquqi cənbəsini, hüquqi cəhətini kənara qoyaq, insani və əxlaqi cəhətdən çox yanlış, çox qeyri-demokratik, hətta anti-demokratik bir hərəkətdir. Mahmud Əli bəy Sehriqanlının üçüncü yöndə aktivistləri heyvanlara bənzətmə. Cücüyə, siçana, bunun tarixinə, yəni bu bənzərtləri bir təhqir etmə, insanı həqarətə məruz qoymadan keçirsək, bu bir anti-heyvan ideolojisine və kültürünə dayanır. Heyvanlara qarşı heyvanları təhqir etmə və ya heyvanları bir təhqir əbzarı kimi istifadə etmək söz konusudur. Bu açıdan da Sehriqani bəy bəlli ki, bugünkü modern dünyada yaşasa da, amma modern kültürün, təfəkkürlərin, mövcud fikirlərin, heyvana dostluğu ya heyvan dostluğunu halen nə başa düşmüş və onu qəbul etmişdir. Bu İran çapında edən hərəkata, Güney Azərbaycana çox zərər verici, ziyan verici və hətta onun qeyri-modern və antidemokratik olmasını bir insanın fikrində göstərir. Buna görə Mahmud Əli bəy Sehriqanlının son çıxışı Türklərin milli demokratik hərəkatına İranda və Güney Azərbaycanda geniş vasitədə ziyan verici bir danışıq, ziyan verici ifadələr, ziyan verici fikir və hətta ziyan verici düşüncələrdir. Məni dinlədiyiniz üçün təşəkkür ederim.